Adəm Peyğəmbərin hekayəsi. Allah yer üzündə insanı yaratmaq qərarına gəldi. Bu barədə o öz mələklərinə xəbər verdi. Mələklər isə Allahın insan yaratmaq istəyinin sirrini anlamadılar. Onlar Allaha, Ey Rəbbimiz, insan dünyada qan tökər, günah edər. dedilər. Lakin Allah insanı yaratmaqda qərarlı idi. Allah insanı torpaqdan yaratdı. Adını Adəm qoydu. Allah Adəmə öz ruhundan üfürdü. Adəm görməyə, eşitməyə, yeriməyə və danışmağa başladı. Bununla da o Allahın yaratdığı gözəllikləri görə bildi. Sonra Allah Adəmə yaratdığı hər bir şeyin adını öyrətdi. Adəmi yaratdığı hər bir şeydən üstün etdi və onu cənnətdə məskunlaşdırdı. Mələklər Allahın sözündən çıxmır, günah işlətmirdilər. Ona görə də mələklər insanın onlar kimi olmayıb günah edəcəyini düşünmüşdülər. Allah mələkləri günah edə bilməyən, insanları isə günah edə bilən yaratmışdı. Bir gün Allah mələklərdən yaratdığı varlıqların adlarını soruşdu. Mələklər cavab verə bilmədilər. Adəmdən soruşduqda isə o Allahın ona öyrətdiyi elmlə bütün sualların cavabını verdi. Mələklər hamısı, Ey Rəbbimiz, biz doğrudan da sənin öyrətdiyindən artıq heç bir şey bilmirik. dedilər. Mələklər Allahın insanı nə üçün yaratdığının mənasını artıq anladılar. İnsan elm öyrənəcək və Rəbbinə qulluq edəcəkdir. Cinlərdən olan İblis adlı məxluqa və mələklərə bir gün Allah Adəmə səcdə etməyi əmr etdi. Bütün mələklər Allahın əmrini yerinə yetirib Adəmə səcdə etdilər. Yalnız dikbaş və lovğa İblis buna tabe olmayıb dedi. Adəmi torpaqdan, məni isə oddan yaratdın. Mən ona səcdə etmərəm. İblis düşünürdü ki, o oddan yarandığı üçün daha üstündür. Çünki palçıqda yumşaqlıq və mülayimlik, odda isə təhlükə və yanğı var. Beləliklə İblisin özündən razılığı onu Adəmə səcdə etməyə qoymadı. Bu əməlinə görə Allah onu olduğu məkandan qovdu. Hiləgər İblis isə Allahın ondan üstün tutduğu insanı doğru yoldan azdırmaq, onu günahkar etmək üçün hilələr qurmağa başladı. Niyyətinə çatmaqdan ötürü ona fürsət verməsi üçün Allaha yalvardı. Allah ona bu fürsəti verdi. Adəm tək gəzib dolaşdığı üçün çox darıxırdı. Allah onun bu pərişanlığına son qoymaq üçün Adəmdən Həvvanı yaratdı. Adəm uzun müddət idi ki, yuxuya getmişdi. Yuxudan ayılıb Həvvanı gördükdə təəccübləndi və sevindi. O artıq tək olmadığı üçün xoşbəxt idi. Cənnətdə nə isti, nə soyuq, nə aclıq, nə də susuzluq var idi. Ora gözəl və xoş nemətlərlə dolu idi. Adəm və Həvva cənnətdə firavan yaşayır, bol nemətlərdən yeyirdilər. Allah onlara bir ağacdan başqa bütün ağacların meyvələrini yeməyə icazə verdi və İblisin hiləsinə aldanmayın. O sizin düşməninizdir. Sizi aldatmağa çalışır. dedi. Adəm ilə Həvva cənnətdə xoşbəxt idilər. Onlar cənnətin meyvələrindən yeyir, bulaqlarından su içir. Qayğısız günlər keçirirdilər. Şeytan isə çox üzgün idi. Çünki Allah Adəmi ondan üstün yaratmışdı. O Adəm və Həvvanın xoşbəxtliyinə mane olmaq istəyirdi. Bunun üçün yollar axtaran İblis axır ki bir hilə işlətdi. Şirin dilini işə salıb Adəmin qəlbinə şübhələr salmağa başladı. Qadağan olunmuş ağacı göstərərək dedi. Ey Adəm, bu ətirli ağacın meyvəsindən niyə yemirsən? Əgər onu yesən, sənə böyük səadət nəsib olar. Əbədi olaraq cənnətdə qalarsan. Adəmlə Həvva Allahın sözlərini yada salıb ona inanmadılar. İblis hiləsindən əl çəkmir, hər gün Adəm və Həvvanı şirinlikləndirirdi. Həvva yavaş-yavaş yumşalırdı. Günlərin birində Həvva ağacdan bir meyvə dərib yedi. Onun dadlı və şirin olduğunu gördü. Sonra meyvədən Adəmə də verdi. Beləcə hər ikisi bu ağacın meyvəsindən yedilər. Şeytanın hiləsinə aldanıb Allahın sözündən çıxdılar. Allah da onları cəzalandırdı. Paltarları əyinlərindən düşdü.
Çılpaq qalıb çox utandılar. Səhv etdiklərini anladılar. Cənnət ağaclarının yarpaqları ilə örtünməyə çalışdılar. Allah Adəm və Həvvaya: Sizə şeytan sizin düşməninizdir. Onun hiyləsinə aldanmayın demədimmi? İndi ki belə oldu, sizi cənnətdən çıxarıb dünyaya göndərəcəyəm. Orada sizin öz vəzifələriniz olacaq, dedi. Adəmlə Həvva cənnətdən qovulduqdan sonra bir-birindən ayrı düşdülər. Onlar bir müddət əzablı günlər yaşadılar. Sonra hər ikisi tutduqları işdən peşman olub tövbə etdilər. Allaha üz tutub onları bağışlamasını dilədilər. Allah Adəmlə Həvvanın tövbəsini qəbul edib onları bir-birinə qovuşdurdu. Lakin yenidən cənnətə daxil olmalarına icazə vermədi. Allah onlara: sizi dünyada sınayacağam. Orada dediklərimi yerinə yetirməlisiniz. Şeytan yenə də sizi yoldan çıxarmaq istəyəcək. Ona aldanmamalısınız. Orada bir müddət yaşayacaqsınız. Vaxtı çatdıqda sizi təkrar yanıma qaytaracağam. Sizi yenə də qovulduğunuz cənnətə daxil edəcəm. Mənim sizə olan rəhmim budur, dedi. Beləcə Allah Adəm və Həvvanı dünyaya sakin etdi. Onlar qovulduqları cənnəti qazanmaq üçün çox çalışmağa, Allaha çoxlu ibadət etməyə başladılar. Bir müddət sonra Adəm və Həvvanın bir oğlu oldu. Adını Qabil qoydular. Adəm ailəsini dolandırmaq üçün evdən çıxır, səhərdən axşama qədər durmadan işləyirdi. Bir müddət sonra Adəmlə Həvvanın ikinci oğlu oldu. Adını Qabil qoydular. Habil uşaqlığından dinc idi. Qabil isə ata-anasının sözündən çıxan, qardaşı Habillə yola getməyən bir uşaq idi. İllər ötdü. Habil və Qabil böyüyüb atalarına kömək etməyə başladılar. Habil Qabildən yaşca kiçik olsa da ondan daha güclü idi. Qabil torpağı əkib becərir, Habil isə qoyun saxlayırdı. Bir gün Adəm Habil və Qabildən verdiyi nemətlər üçün şükür etmələrini istədi. Bir dağın başına qalxıb qazandıqlarından Allaha bəxşiş etməyi buyurdu. Habil atasının tövsiyəsini sevinclə qarşıladı. Qabil isə bundan xoşlanmadı. Ertəsi gün Habil sürünün içindən ən gözəl və sağlam bir qoyun seçdi. Onu atasının dediyi dağa qaldırdı. Qabil isə əkib becərdiyi meyvə tərəvəzlərdən çürüyənlərini seçib götürdü və dağın başına çıxdı. Allah Adəmə Habilin ürəklə verdiyi hədiyyəni, qoyunu qəbul etdiyini, Qabilin isə istəmədən gətirdiyi çürük meyvə tərəvəzi rədd etdiyini bildirdi. Habilin sevincinin həddi-hüdudu yox idi. Habil buna görə Allaha şükür etdi. Qabil isə çox əsəbi idi. Onun qardaşına paxıllığı tutdu. Qəlbi kinlə doldu. Elə bu zaman şeytan Qabilə yaxınlaşdı və onu qardaşı Habili öldürməyə sövq etdi. Bir gün Qabil dağdan aşağı enən Habili səsləyib dedi: Atam səni daha çox sevir. Sənin üçün Allaha dua etdi. Allah da sənin hədiyyəni qəbul etdi. İndi isə səni öldürəcəyəm. Habil isə ona əl qaldırmayacağını söylədi. Allah yalnız yaxşılıq edənlərin qurbanlarını qəbul edər. Məni öldürsən, atam onsuz da səni sevməyəcək. Bu Allahın da xoşuna gəlməyəcək, dedi. Qabilin qəzəbi ağlını başından almışdı. Yaxşı ilə pisi ayırd edə bilmirdi. Habilin sözlərini anlamaq istəmirdi. Beləcə, Qabil pis niyyətindən vaz keçmədi. Yerdən böyük bir daş götürüb Habilin başına vurdu. Habilin qanı Qabilin üzünə sıçradı. Habil hərəkətsiz halda yerə yıxıldı və son nəfəsini verdi. Qabil qardaşının öldüyünü anladı. Beləcə şeytan istəyinə çatdı. Yer üzündə ilk insan qətl etmə günahı işləndi. İlk qatil isə Qabil oldu. Qabilin qəzəbi soyuyub özünə gəldikdə çox peşman oldu. Habil ölməyə layiq deyildi. O, çox təmiz ürəkli idi, deyə düşündü. Hər bir günahın aqibəti də belə olur. Peşmançılıq və sıxıntı ilə nəticələnir. Qabil qorxu, dəhşət və peşmançılıqdan titrəməyə başladı. O qardaşı Habilə baxıb ağlayırdı. Habil isə cansız halda yerdə uzanmışdı. Qabil qardaşı Habilin cəsədi ilə nə edəcəyini bilmirdi. Qəfildən qayanın üzərindəki bir qarğa Qabilin diqqətini çəkdi.
Bu qarğanın yanında bir ölmüş qarğa var idi. Onu gördü ki, qarğa torpağı eşələyib bir dəlik açdı. Ölmüş qarğanı dəliyə itələyib üstünü torpaqla örtdü. Qabil öz-özünə düşündü. Vay olsun mənim halıma. Bu qarğa qədər də olmadım. Qardaşımı heç torpağa da bastıranmadım. Qabil qarğadan nümunə götürdü. Qayıdıb qardaşının cəsədini torpağa bastırdı. Həmin vaxtdan ölmüş insanların dəfn edilməsi adəti yarandı.